eləyəcəyik. Biz fikirləşirdik ki, ona görə son zəng qonaqlıq eləyəcəyik. Hətta belə gedib restoranımızı danışmaq fikrindəydik ki, evinin imtahan blokda cavabı çıxsın. Məhərrəmlikdə qutarsın, qutaran günü ona qonaqlıq eləyəcəkdik. Arzular balamın gözündə qaldı. O həyatda oluydu. Hətta məktəblərində o son zəngi vapşı dayandırdılar. Uşaqlar hamısı imtina elədi. Hamısı oxumağa belə həvəsdən düşüb yalvarmışam ki, Elgün üçün oxuyun. Elgün üçün xahiş edirəm. Elə bilin ki, mən balam gedir o imtihanı almıyor. Gedin imtihanınızı verin. Yüksək nəticə oxuyun. Mən hər biriniz üçün sevinəcəm. Dua eləyəcəm elə bir ki, öz balam üçün sevinirəm. Ben balamın başına bunu işlerdim. Hiçbir anaya Allah'ın ister yaşatmasın. Hiç düşünmezdim ki ne zaman bir öldürülen genç içinde bu kadar pis olaram. Şəhidlərlə danışanda həmişə ağlamışam, özümdən asılı deyil və bir də bizim təyyarəmiz vurulanda da bu studiyada göz yaşlarımı axıtmışdım və növbəti mən həqiqətən də çox pis təsir eləyən, bəli. Elgünün ölümünün də hətta bir də qarşısında ananın dediyi sözlərdir. Deyir, Elgünün sinif yoldaşlarına xahiş edirəm, Elgün üçün oxuyun. Güclü Azərbaycan qadını